Yuxarı xeyli mən baxım. Aha. Yəni mənim bu tərəfim elə bir beyaz köçdü, dəxili arıq. Hansı tərəfini daha çox bəyənirsən? Bu tərəfini bəyənirəm. Burnum prosta biraz asimetrikdir, mənə qəribə çıxdığındandır. Yəni sənin asimetriyan, sən deyəndən sonra baxanda biz onu görürük. Belə kim ki səni belə ilk görüşdən, ilk tanışdıqdan, yəni o səndə elə də bilinir, ona görə ki özü bu kompleksə salır. Bu saçım prosta yığanda görsənir o daha, saçımı belə İndi yığanda. nə vacibdir, yığmada tök yanır. Zarahat edir. Yanağında düz deyirsən, bu yanağından bu yanağında azacıq fərq var. Bu xoşuma gələn hisslər, belə elə bilərəm. Amma mən elə bildim deyəcəksən ki, bu tərəfi, balaca tərəfim xoşuma gəlir. Balaca tərəfi etmək üçün ona çox böyük prosedurlar lazımdır və o zaman alır. Amma bunun kimi eləmək istəyirsənsə, ən azı 1 qram dolğu alacaqsan, yanağını atış eləyəcəm, dəyişəcəm. Mamam prosta dolğu qoyur, başqa şey olmaz. Mamanı başa düşürəm, çünki indi bir gün sən də mama olanda mamaları başa düşürəm. Mən 50 yaşımda seçim. Mən hələ üzümə dolğu vurdurmamışam, normal da görünürəm. Mənə gəlir. Nəyim pisdir ki? Üç nəyiniz pisdir, çox gözəl. Özümdə psixoloqam, mən başa salaram ki, yəni siz öz-özüm bəyənmir. Kompleks eləmirsiniz də onu özünüzə, düzdür? Yəni nə pisdir ki, bu var məndə, bu da gələcəm sizin yanınıza kömək edəcək. İnşallah. Yəni, indiki gənclər biraz hər şey özlərinə kompleks edirlər. İndiki gənclər indiki filtrlara baxırlar, TikTok listlərinə baxırlar. Elə indi yəni 21 yaşında qıza indidən dolğu varsa, onun 40 yaşı olanda sonra necə olacaq onun üzü? bilirsiniz necədir? Biri var ki, mən sizə düzgün deyəcəm. Biri var ki, o sadəcə olaraq durub kimdəsə nəyisə görüb durub gəlib ki, mən də belə elə. Onda mən sizlə razıyam ki, məni dəyiş, məni ceyran göz, elə 21 yaşdan söhbət gedir. Haqlısınız. Amma biri də var ki, insan özündəki asimetriya kompleks eləyir də. Var, belə gənclərimiz var. Onda deyirəm ki, bunu düzəldə bilərik biz. Düzdür, mən heç əvvəldə bilmirdim ki, siz buna əksiz. Dedim ki, sən deyəndən sonra mən sənə fikir verdim ki, səndə asimetriya var. Çünki o özündəkini bilir və güzgüdə ilk onu görür o. Başa düşürsünüz? Siz psixoloqsuz, siz məndən daha yaxşı biləcəksiniz. İnsan ona takılır. Yəni, bunun həlli yolu var. Amma əlbəttə ki, gərək böyüklər ona icazə versin. Siz icazə verməsəniz, mən ona onu vurmaya çalışırsınız. Dolğudan başqa həlli yolu yoxdur. Ya düzəldir, ya dolğu, ya da ki, heç nə. Çünki bir qram anlatmış çıxıb olaraq. gedəcək bir ildən sonra. Nə qədər lazımdır canım? 1 qram. Amma yenə də siz istəyirsiniz qərarlaşdırın. Çünki ana-bala arasında qalmıyor. Biz burada